IBM-in texniki müsahibəsində başıma gələn gülməli hadisədən danışıram, yığışın. Mən qlobal şirkətlərdə işləyəcəm deyib Bakıdakı işimdən çıxdım, gəldim Bərdəyə və müsahibələrə hazırlaşmağa başladım. O IBM Great Minds deyə 6 aylıq bir təcrübə proqramı var idi. Hansı ki bu təcrübə proqramı Kenyada, Cənubi Afrikada və İsveçrədə keçirilirdi. Şansım çox olsun deyə Kenyadakı layihələrə müraciət etmək istədim. Mamam dedi ki, Kenya olmaz, aslanlara yem olarsan. Cənubi Afrika olmaz, çox uzaqdır. Ona görə də IBM Zürixdəki laboratoriyaya müraciət etdim. Yaxşıca araşdırma etdim, sənədlərimi hazırladım, göndərdim və müsahibəyə dəvət aldım. Öncə bu proqramı qazanmış birini tapdım internetdə, ondan məsləhətlər aldım və birinci texniki müsahibəm çox yaxşı keçdi. İkinci və son müsahibəni təyin etdilər. Müsahibə çox yaxşı gedirdi, səsli düşünmək filan. Müsahibəni aparan bir sual daha verdi və biraz çətin sual idi, amma düşündüm ki, toparlayacağam və o anda Bərdədə elektriklər kəsildi. Sayğacı yoxladıq, zid deyilmiş. Saatlarla işığı vermədilər. Nəhayət elektriklər təkrar gəldi. Mən qadına yazdım, elektriklərin kəsildiyini izah etdim. Qadın məncə mənə inanmadı. Çünki ümumiyyətlə geri dönüş etmədi və günlər sonra rədd edilməklə bağlı e-mail göndərdilər. Növbəti il yenə müraciət etdim. Bu dəfə ümumiyyətlə CV'm screeningdən keçmədi. Ondan sonraki il isə IBM ümumiyyətlə o proqramı dayandırdı. Bununla da IBM macəram başlamadan bitdi.